Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Sahilənin Mətbəx kanalında. Əziz izləyicilər, bugün biz çox dadlı bir belə deyim, qarabaşaq hazırlayacağıq. Həm sosu gözəl, həm də özünün tamı gözəl. Deməli, əziz izləyicilər, bunun üçün bizə nələr lazım olacaqdır? Deməli, sos üçün, belə deyək də, qulyası üçün tomat lazım olacaqdır, mağaza tomatı, təbii ki pomidor da olmalıdır, soğan, kök bir dənə və biz burada deməli toyuğun ürəyini götürmüşük, siz istəsəz ciyarını və yaxud toyuğun öz ətini də istifadə edə bilərsiniz. Biz sadəcə ürək qəşəng olduğu üçün ürək etmişik. Siz bunu malla da edə bilərsiniz, mal ürəyi, qoyun ürəyi və yaxud digər. Qarabaşaq, təbii ki duz, zövqə görə bir də yağ lazım olacaqdır. İndi ilk öncə nə edirik? Deməli, əziz izləyicilər, gördüyünüz kimi suyumuzu belə qoymuşuq, qaynayır. Ora duz əlavə edirik. Zövqə görə istiot əlavə edəcəyik. Yəni tam versin deyə. Bu qədər yağ əlavə edirik, yaxşı olsun deyə və qarabaşağı əlavə edirik. Qarabaşaq da yəni təmizlənib və indi bilirsiniz ki bu şişir, suya biraz belə tökürük və ağzını örtürük ki belə deyək, bu pişsin. Biraz belə qarışdırırıq və bunun pişməyini gözləyirik. İndi o pişəcək, yağ zat qarışacaqdır ona. Deməli, əziz izləyicilər, belə deyək, qreçkamız pişənə kimi başlayırıq sosunu hazırlamağa. Deməli, yağımızı əlavə edirik, yəni altını gür eləyib. Bu belə deyək də qulyasımızı hazırlayırıq. Yağımızı əlavə edirik. Və üzərinə deməli əziz izləyicilər, bax bu toyuğumuzun ürəyini əlavə edirik. Əlimizdən düşdü. Və bax beləcə edirik ki bu qızarsın. Deməli əziz izləyicilər, bax beləcə ətimiz qızarına kimi başlayırıq tərəvəzlərimizi doğramağa. Yəni soğanımızı, kökümüzü sürkəşdən keçirdəcək və pomidorumuzu başlayırıq doğramağa. Deməli əziz izləyicilər, ilk öncə başlayırıq soğanımızı doğramağa. Soğanımızı bax belə edib bir neçə hissəyə bölüb və başlayırıq bax belə xırda-xırda doğramağa. Beləcə doğrayırıq. Nasıl soğan pişəndə içində belə deyərdim, əriyir. Deməli əziz izləyicilər, soğanımızı doğradıqdan sonra ətimizin üzərinə tökürük. Deməli soğanımızı da bax beləcə əlavə edirik. Və yaxşıca qarışdırırıq ki, soğan da bununla beraber belə deyək pişsin. Və soğan tökəndən sonra əziz izləyicilər duz vururuq ki tam olsun, yəni soğanla duzlu və istiot. Zövqə görə istiot vururuq, qara istiot və bir də pul biberdən zatdan vura bilərsiniz. Yəni biraz istəyirsiniz, əgər acı olsun, o da zövqə uyğun.
Evet, beləcə qarışdırırıq və vamxodda qoyuruq, pişir. Ona kimi isə kökümüzü sürkəşdən keçirdib tökəcəyik. Onu da qeyd edim ki, əziz izləyicilər, kökü ikinci tökürük, çünki kök biraz gec pişir, ona görə. Deməli, əziz izləyicilər, kökümüzü də sürkəşdən keçirdik. Bax, beləcə əlavə edirik içinə və bax, beləcə qarışdırırıq ki, bir yerdə yaxşıca pişsinlər. Və başlayırıq pomidorumuzu doğramağa. Deməli, əziz izləyicilər, pomidorumuzu da, pomidor onsuz da içində, belə deyək, əriyəcəkdir. Ona görə bax, pomidoru da bir neçə hissəyə belə bölüb və belə xırda doğrayırıq. Onsuz da içində əriyəcəkdir, yəni belə deyək, yox olacaqdır. Beləcə pomidorumuzu da hamısını doğrayırıq. Deməli, əziz izləyicilər, gördüyünüz kimi pomidorumuzu da doğradıq və əlavə edirik. Deməli, etdikdən sonra yaxşıca qarışdırırıq. Və bura tomatımızı əlavə edirik. Hardasa 2 xörək qaşığı tomat əlavə etdik və biraz da su əlavə edəcəyik. Əziz izləyicilər, bunun üzərinə biraz da su. Balaca belə, bax, belə balaca qabla bir su əlavə edirik və bax, beləcə tomatımızı da belə edirik ki, yaxşıca yayılsın və belə deyək, pişsin. Gördünüz necə gözəl gulaş alındı və altında biraz güc eləyirik ki, daha yaxşı pişsin. Tomatın zadında özünün suyu çıxacaq pomidorunda, belə deyək. Əziz izləyicilər, baxın, gördüyünüz kimi artıq qulaşımız da demək olar ki, belə pişdi. İnandırım sizi, çox gözəl, həm sos kimi, həm qulaş kimi. İndi bunu belə, qreçkamız da artıq hazırdır. Qoyub, boşqaba qoyub və qreçkanın üzərinə qoyub süfrəyə vermək olar. Deməli, əziz izləyicilər, gördüyünüz kimi, baxın, qreçkamız belə pişdi. Üstünə qulaşını qoyduq və biraz da belə zövqə görə, yəni kim istəsə göy əlavə edə bilər. Bu sizin zövqünüzdən asılıdır. Belə, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun əziz izləyicilər, salamat qalın.